Burada çox faydalı bir sual var. Soruşurlar ki, İslami bloklardan istifadə etmək olarmı? Cavab budur ki, olmaz. Allah Azza və Cəllənin şiarları ilə bu şəkildə oynamaq, yəni əldə tutmaq, nə bilim onu açara taxmaq, açarı cibə qoymaq, sən onunla, üzr istəyirəm, təharətə girirsən, onu bəzən maşında tullayırsan və həmin o şeyin üzərində Allahın ismi yazılıb və yaxud da La ilahə illallah yazılıb, düzdür? Belə şeylərlə bu şeyləri adiləşdirmək olmaz. Belə şeyləri nəyinsə üzərinə qoymaq və yaxud da adam baxırsan sep alıb, qolbaq alıb və s. bu kimi şeylər etmək doğru deyil. Çünki insan bu kimi şeylərlə bəzən onları istəmədən də nə edə bilir? Küçümsəyəcək halda onunla davrana bilir. Belə olduğu halda əlində La ilahə illallah burluğunu oynadan bir insan o La ilahə illallahın əzəmətini başa düşə bilməz. O La ilahə illallahın əzəməti onda itəcək. La ilahə illallah əzəmətli bir şeydir. Onu burluğa qoyub əlində fırladan bir insanın yanında La ilahə illallah nə qədər əzəmətli ola bilər? Və yaxud da başqa bir şey, İslama aid olan bir şey var, onu burluq eləmək, nə bilim, təsbih eləmək və yaxud da başqa bir şey, hansı ki insanlar onu ora-bura atırlar, belə şeylər eləmək olmaz. Çünki Allahın bu şiarlarını ucaltmaq qəlblərin təqvasındandır. İnsan bu şeylərlə belə oynasa, o şeylər onun gözündə adiləşəcək. Qorxa bilər, yəni, əzəmət qala bilər, qala bilməz. Ona görə belə şeylərdən insan gələ çəkinsin. Varsa onu iptal etsin. Onu iptal etsin bir şəkildə. Yəni bilməsi gərəkir ki, belə şeylər təzim ediləcək, uca tutulacaq, əzəmətli şeylərdir və belə şeylərlə oynamaq olmaz. Doğrusunu isə Allah bilir.